En böyük günahı Allah bağışlayar. Mən Hürrün günahından böyük günah tanımıram. Hür Kərbəlanın baş verməsinin səbəbkarlarından biriydi. Hür İmam Hüseyni mühasirəyə alıb Kərbəlada saxlamışdı. Hürrün günahını adi bir şey zənn eləməyin. İmam Hüseyni mühasirəyə almışdı. Amma tövbə üçün gələndə İmam Hüseyin heç qoymadı ağzını açmağa. Dedi ki, mənim üçün də həlli min tövbə, mənim üçün də tövbə var. Mənim kimi adamı da bağışlayar. Mən Zeynəbi qorxutmuşam. Mən sənin balalarını qorxutmuşam. Mən səni mühasirəyə almışam. İmam dedi ki, irfə rəsək, başını qaldır, bizim dərgahımızda baş aşağı dayanma. Allah səni bağışladı. Əntə səidun fid dünya vəl axirə. Sən dünyada da xoşbəxtsən, axirətdə də xoşbəxtsən.